Hər kəsi salamlayıram bu gözəl gündən, əziz və dəyərli izləyicilərim. Bugün sizlərlə birlikdə qəşəng gedəcəyik dənizdə üzməyə. Qeyd etmək istəyirəm ki, bu video 2 günü əhatə edir. Yəni 2 gün daha Badal dənizə getdik və hər 2 gündə də səhər saat 7-yə qalmış, 7-nin yarısı o radələrdə oyandıq. Daha sonra yeyib içib getdik. Yol boyu isə İnci xanım əsnəməyindən geri qalmadı. Bundan düşən kimi də bu oyuncağını gətirmişdim ki, qəşəng oynasın. Və həqiqətən çox işimizə yaradı. Burada da qum biraz belə düz formadaydı, hamar idi deyə rahat sürə bildim. Ne verirsen? Ha? Bir bundan da karma çalışır. Tak yaxşı olsun. Tak ya. Stol çeken. Tıp 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 tıp. Tıp tıp. Peki. Goma goma goma. Ay baba. Tuzlu da hoşuna geldi öyle dedin. Yine de. Yine de. Onu biraz ayağı sık olsun. Özün tuttu. Goma. Aa, goma verebilir misin? Ay kız yemez değil. Ay Allah. Bəsdir. 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 Biraz əvvəlki görüntüdə gördüyünüz İnci ağlamaya başladı. Çünki dəhşətli dərəcədə yuxusu gəlirdi və düşünürəm ki, erkən saatlarda oyandığı üçün olur bu. Qəşəng 2 saata yaxın yatdı, oyandı. Burada da deyib gülür gördüyünüz kimi. Oyanır oyanmaz yenidən xüsusi pampersini geyindirib atası ilə göndərdik qəşəng üzməyə. Aa işte ya. Sıcak işte. He koşsun. Davay geze gel. İnci gel. He çıkardım terden giyindirin. Gel in pramo yaparak bırak üstün. Tıp tıp. Tıp tıp. Sevinir. Yok. Ya şu gedek dayanıyor ben. Tıp tıp. Birden su dersen ha İnci. Sakit olur. İstediği olanda. Bütün kumdu her yer.
Və biz evə gələndə İncini qoyduq yerinə, yatdı. Hardasa 3 saata yaxın yatdı. O qədər yorulmuşdu ki, maşallah çox yatdı və mən dərhal kalyaskanı təmizlədim. Orada çay gördünüz, amma çayı sonra içdim, yəni soyanda içdim. Çünki İncinin kirli paltarları, özümüzün paltarlarını və s. yumağa qoydum. Sonra ayaqqabısını yudum, təmizlədim və gəldim indi ona yemək hazırlayıram ki, oyananda ac qalmasın. İçinə kartof, tarhana, duz, su və başqa bir neçə məhsul da əlavə etdikdən sonra qarışdırıram və qazın xodunu biraz alıram, yəni vamxodda pişsin. Onsuz da hələ gec oynayacaq. Biraz da qapağını açıq saxladım ki, qaynayıb suyu tökülməsin. Düzdür, çox vaxt məndə elə olur ki, yəni qaynayır, su tökülür, amma neynəmək olar? Belə hallarda baş verir bəzən. Və burada İnci artıq oyandı, üstünü dəyişdi və gəldi bu şarla oynamağa başladı. Və həyətimizin bu gözəl yaşıllığın, gül çiçəyini də göstərməsəm olmaz. Hər dəfə baxanda keçmiş videolara görürəm ki, yəni bir xeyli fərq var. Günü-günə güllənir, çiçəklənir, daha da çox artır. Hətta belə qızıl güllər də çıxmağa başlayır hərdən, tumurcuqlanır və burada gördüyünüz bu məhsulları təzə almışam. Maçalkanı zaten hər zaman 5-6 ayda bir dəyişirəm heç olmazsa. Hamısı Baby Onyo firmasınındır, bu Porsche markasınındır. Voltda təzəlikcə açılıb deyilə birbaşa Voltdan sifariş etdim, evə kimi gətirdilər. Bunlar məhsullar qapıları üçündür. İnci son vaxtlar qapıları çox açır, yumur. Birazdan bir sonraki kadrlarda göstərəcəm sizə. Hardasa 3 qapıya hələ ki yerləşdirdim. Digər üçün də inşallah başlasa təzə qapıları belə oynatmağa, onda istifadə edəcəyik. Burada İnci ən sevimli peçenyasını yeyir. Əvvəllər bu peçenyanı axıracan yeyə bilməzdi. Amma son vaxtlar o qədər bəyənir ki, sona qədər yeyir. Burada hamımız birlikdə yığışıb mağazaya gedirik, evə lazımi məhsullar almağa, produkt və s. almağa və anam da bizlə gəldi. Biz əsasən çöldə gəzdik, mağazaya İnciyə görə girdik ki, yəni biraz ürəyi sıxılandı, orada ətrafa baxsın və könlü açılsın deyə. Anam da dalıca düşüb ki, ona 1-2 loğma yemək yedistirsin. Nəsə həmin gün iştahdan biraz kəsilmişdi, yemək yemək istəmirdi. Ona görə anam da ayran hazırladı və qaşıqla onu içizdirməyə çalışdı. Hardasa yarım porsiya yedi qutardı ən azından. Sevindik ki, ac qalmadı. Bir gün öncə Şüvalan çimərliyinə getmişdik. İndi isə hazırlaşırıq gedək Bilgəh ərazisində olan çimərliyə. Bu dəfə xalamgillə birlikdə gedəcəyik, amma o birisi gün daimgillə getmişdik. Qeyd eləmək istəyirəm ki, Şüvalan çimərliyi həddindən artıq təmiz idi, çox bəyəndik. Amma çimərlikdən başqa heç nə yoxdur. Yəni çox sakitdir həddindən artıq və məncə gənclərin sevə biləcəyi ortam deyil. Şəxsən mənim yəni %100 ürəyimcə olmadı. İndi gedəcəyimiz yerdə əslində biz həmişə gedirdik bura 3-4 il əvvəl. Adı Şəbəkədir, Bilgəhdə yerləşir. İndi isə oranı deyərdim ki, məncə çox bərbad vəziyyətə salıblar. Dənizin suyu həddindən artıq çəkilir və üstəlik orada olan lejalkalar, stol, oturacaqlar, çətirlər bir çoxu yığışdırılır. Yəni düzəni heç bəyənmədim və bir də ora getmək istəmərəm. Hətta təsəvvür edin, yəni Şüvalana getmək istəyirəm, amma Bilgəhə yox. Görüşmedi ya. Görüşmedi mi? Neceysin? Görmüyor. Sürmem de bakın. Sürmem de bakın. Geliyor. Bak. Ay İnci. Yaxşı, sağ ol elə İnci. Sağ ol. İnci, sağ ol elə. Sağ ol elə, sağ ol. Sən də sağ ol elə. Sağ ol. Ay Allah, halal. Halalsın. Ağır elə.
Daim hər səhər işə gedəndə bizi görür və gəlir sağ olsun İnci ilə həmişə salamlaşır. Adətən işdən qaydanda da bizi görür, çünki İncini çöldə gəzdiririk. Və artıq yola çıxdıq. Burada xanımı qəşəng oturacağına oturtmuşuq. Həmin keçmiş videolarda qeyd etdiyim oturacaq budur. Çox razı qaldıq, çox bəyəndik. İnci burada rahat bir şəkildə həm ətrafı seyr eləyir, həm də yatır. Və oyananda nəyə görə oyandı? Əslində 1 saat olardı ki, yatmışdı. Sadəcə yəqin ki, səs-küyə görə oyandı düşünürəm. Baxın, bura bu şəkildə, bu hala düşüb. Əslində əvvəllər bu hissədə, yəni bu otlar olan tərəflərdə çoxlu nirvalkalar, çoxlu oturacaq, çətir, yəni çox belə səviyyəli görsənirdi, amma təəssüflər olsun bu hala gəlib indi. Yəni bura gəldiyimə deyərdim ki, peşman oldum. Yəni düzdür, dənizi pis değildi. Yəni Şuvalandakı qədər təmiz olmasa da genel olaraq yaxşı idi. Yəni İncini də cəmi bir dəfə suya saldıq, burada çıxardıq. İnci də bəyənmədi ortamı. Çünki İnci ümumiyyətlə xoşlanmır ki, orada çoxluq olsun, millət olsun. O da xoşlayır ki, sakit yer olsun. Düşünürəm ona görə Şuvalan çimərliyində biraz rahat oldu və yolda da yatmışdı hətta. Evdə də özün gəldi, yaxşı apardı. Bax, İnci bax. Nəhayət ki, gəldik, oturduq, yemək yeyib çay içməyə. Burada həm xalam, həm də anam bu yeməklər hazırlanmışdı və bu kakaolu, yulaflı, bananlı bir keks də var idi. Onu da Günay hazırlamışdı. Həm İnci yedi, həm mən, həm Uğur. Yəni dadını çox bəyəndik. Buradakı pizzaları anam hazırlamışdı, elə isti-isti gətirmişdi bura. Xalam isə toyuq hazırlamışdı. KFC-də hazırlanan tərzdə hazırlamışdı. O da çox dadlı idi. Yanında da kartofları var idi belə. Hamıya salam bir daha. Bugünkü dəniz vloqunu çox uzun çəkə bilmədim. Yəni Bilgətdəki vloqu. Əslində qəşəng yer idi, təmiz yer idi, amma biraz sahil, oturacaqlar və dəniz arasında məsafə çox idi. Yəni oradan ora gedənə kimi artıq yorulurdum və tez-tez əlimdə telefon apara bilmirdim. Çünki bir tərəfdən də İnci biraz narahat apardı bugün özün. Biraz yox, xeyli. Yəni dünən daha rahat idi. Düşünürəm ki, bugün saat səhər 6-ya qalmış, 6-nın yarısı o radələrdə oyandı. Ona görə bəlkə də arada yatsaydı, yuxulasaydı daha yaxşı olardı. Yolda cəmi 1 saat yatdı. Sonra da ora çatanda artıq oyandı səs-küyə. Və sonra nə qədər elədik, heç cürə yatmadı. Əslində belə baxanda qarnı da tox idi. Yəni həm süd içirdi, həm orada yemək yeyirdi, həm su içirdi. Yəni hər tərəfli biz onu qidalandırırdıq. Buna baxmayaraq görünür ortamı sevmədi. Nə bilim, gedib başqalarının o xüsusi şarlar olur üzmək üçün, onlara toxunurdu, kiminsə topu ilə oynayırdı, istər-istəməz narahatlıq yaradırdı. Düzdür, anamgil baxdılar, anam və bacım, xalamgil də oradaydı. Yenə də ürəyim narahat qaldı və tam rahat ola bilmədim. Biraz gərgin oldum. Mən yuxarıda saçlarımı yuyanda anam da İncini aşağıda çimizdirib sağ olsun. Və sonra Məhrabanı falan da qoyub yuyulmağa. Artıq burada sərilmişdi paltarları. Bu isə İncinin təzə yeməyidir. Bunu nənəsi bişirdi. Yəni mənim anam hazırladı. İstifadə etdiyimiz zeytun yağı da budur İnci üçün. Soruşanlar üçün göstərmək istədim. Və gəldim onun kirli butulkalarını yuyub təmizləməyə. Və bir gün öncə aldığım bu məhsul bu şəkildə açılıb bağlanır. Yəni İnci nə qədər eləsə də bunu aça bilməz.
Bu dəfə verdiyimiz yeməyi iştahla yedi, bitirdi hamısını. Sonra xalam gil təzədən gəldilər, səyahət yolu. Hamısı birlikdə. Onların vacib getməli olduğu yer var idi deyə biz onlarla birlikdə evdə qaldıq və mən hamısını bir araya topladım ki, gəlin birlikdə tortu kəsək. Tortu Səyad almışdı. Bu Almondun təzə çıxardığı dondurmalı tortudur. Dadı möhtəşəm idi. İstədim hamısı bir yerdə yığışıb kəssinlər. Sonra da belə süfrə açdı. Çay süfrəsi. Süfrədə nənəm hər şeyi qoymuşdu və ümumi görünüşü də bu şəkildə çəkdim. Bu da mənim daim oğlu Nişatdır. Birazdan göstərəcəyim məhsulları Almaniyadan o gətirir. İnci də hər zaman olduğu kimi öz keyfində atasının qucağında oturub tayılka ilə, qaşıqla oynayır. Heç kim də ona demir ki, ay bala, bəs niyə bunları belə oynadırsan? Zarafat bir qırağa, onsuz da körpə uşağa bunu izah eləmək çox absurddur. Bəzi şeyləri olmaz, qadağa eləmək lazımdır, amma bir neçə dəfə İnci nə yalan deyim, bu nəlbəkiləri özə atıb sındırır. Onsa nənəsi, babası da heç nə demir. Biz də yəni düşünürük ki, desək də bir mənası yoxdur. Biraz atası burada tortun bir hissəsindən verir, dadızdırır ki, birdən uşaqda da nəfsi qalar. O da elə həvəslə yeyir. Baxır ki, biz yeyirik, o da bizlə bənzəyir. Bax, öz peçenyasını atıb qırağa. İnci bura bax İnci. Bir çek. Nətərsin? Nətərsin? Getdim bay. Üzməyə getdik. Hə, getdi gəldi. Nətər oldu? Əla, əla. Oynayır böyle. Ne oynayırsan İnci? Ne oynayırsan İnci? Və sizə burada belə məhsulları göstərim. Bunların hər biri Almaniyadan gəlib. Mənim dayım oğlu Almaniyada təhsil alır və orada Rossmann mağazasında orijinal mallar gətirdi. Bu arada qeyd eləmək istəyirəm ki, məhsulların böyük əksəriyyəti belə uşaq üçün olanlardır. Mən özüm demişdim ki, yəni bunları al, əvvəldən saxla özündə. Az qala elə qış aylarından bəri bu məhsullar ondadır. Sadəcə ildə bir dəfə, nadirən 2 dəfə gələ bilir deyə. Nəhayət ki, yay aylarında gəlib çatdı dayım oğlu. Və Bibşen markası əslində bizdə də satılır, bilirsiniz. Amma məncə çox bahadır. Lakin orada çox uyğun qiymətədir. Və üstəlik endirimdədir, set şəklində. Ona görə almaq istədim. Bu gördüyünüz əlimdəki çox böyük ölçülü 400 milli olan duş gelidir və içində çoban yastığı var. Bunu yay ayı üçün ayrıca sifariş eləmişdim. Ən son sifariş elədiyim məhsul bu idi. Yayda belə SPF-li krem losyon gedir. Bir də belə 2 dənə setə daxil olan qəşəng kremlərdir bunlar.
Əsasən bez dəyişəndə mütləq altına bu kremlərdən çəkirəm. Bunun tərkibində sink oksidi var hətta. Bu da belə çox təcili hallarda qızartı və s. olanda mütləq istifadə etmək üçündür. Sonra belə şampun var. Bir də belə çox iri, tam 1 litrlik belə bir məhsuldur. Bunu harda vanna qəbul edəndə uşaq, o zaman bir neçə pompa əlavə edirsiniz və qarışdırırsınız. Sonra da uşaq onun içində belə rahatlaşır, sakitləşir və daha rahat yatır. Qeyd etmək istəyirəm ki, mən bu məhsulu heç Azərbaycanda görməmişəm. Yüksək ehtimalla bizdə yoxdur. Amma bunlar olur, yəni genel olaraq bəzi növləri olur. Bir də özüm üçün belə bir kosmetik məhsul sifariş elədim. Yoxlamaq istədim görüm Türkiyə ilə Almaniya arasında nə fərq var. Çox fərq var. Hiss olunur ki, orijinaldır. Burada Made in Italy-da yazılıb. Əlavə olaraq barkodu və ən önəmlisi əlavə olaraq, yəni gözlərimə çəkdim, kirpiklərimə daha doğrusu. Kirpiklərim yəni çox qəşəng ayırdı, uzatdı. Sadəcə 2 qat istifadə etmişəm, amma Türkiyədən aldığıma 5 qat istifadə eləsəm belə kirpiklərim bir-birinə yapışırdı və istədiyim uzunluğu əldə edə bilmirdim. Bu Big Deal L'Oreal'dan. Yenə də bunu bu növünü Türkiyədən alıb yoxlamamışam. Çox yəqin ki, məcburəm bu bitsə Türkiyədən almalı olacağam. Çünki dediyim kimi dayım oğlu tez-tez gəlmir bura. Onda da artıq biləcəm ki, həqiqətən arada böyük bir fərq var. Bu məhsulları isə hədiyyə aldıq şokoladlar. Orada çox məşhurdur. Bir də elə-belə söhbət edirdik. Və Səyahət, mən, Yunis söhbət edirdik. Araşdırdıq, gördük ki, onların kinderində palma yağı yoxdur. Mükəmməl bir şey, amma bizdə var. Bir də 2 dənə belə qəşəng kuklalar alıb İnciyə. Biri dinozavrdır, biri də Pokemon. İnşallah biraz böyüdükcə bunlarla belə qucaqlaşıb yatar. Və təbii ki, hədiyyələri üçün də sağ ol deyirəm. İstədiklərimi aldığı üçün də sağ ol deyirəm. Payı da çox olsun.